səngərdə hər gün ölümlə üz-üzə dayanan, kiminsə balası, kimisə yarı olan bu igidlərə baxanda, bir zamanlar onların arasında dolaşan, bugün narahat ruhlu mübarizimizi xatırlayanda, yadıma böyük millətçi şair Məhəmməd Akif Ərsoyun bu misraları düşür. Ey şəhid oğlu şəhid, istəmə məndən məqbər, sənə qoynunu açmış da Bekilər Peyğəmbər. Bugün siz Azərbaycanın ən gözəl oğlundan, ən şərəfli övladından və ən igid qəhrəmanından danışdıq. Elə bir qəhrəmanından ki, adı dillər əzbər olsa da onun bir məzarı da yoxdur. Amma bütün bu vətən çölləri elə o tərəfdə bizim vətənimiz sayılır, onun məzarı hesab oluna bilər. Biz həmişə öyrəşmişik ki, vətənin sağlığına badə qaldıraq, bayraq qaldıraq. Elə mən onun anasına, atasına da, elə hamımıza vətənin sağlığına mübarizin tabutunu qaldırmağı arzulayıram. Şəhid qanı axan torpaq, yad ayaqda olmaz tapdaq. Düşmənlərin qan qusacaq, igid əskər möhkəm dayan. Düşmənlərin qan qusacaq, igid əskər möhkəm dayan. Ya azad ol, ya candan keç, ya candan keç. İki yoldan birini seç, birini seç. Azadlığın şərbətin iç, şərbətin iç. İgid əskər möhkəm dayan, möhkəm dayan. Azadlığın şərbətin iç, şərbətin iç. İgid əskər möhkəm dayan. İgid əskər möhkəm dayan.